Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Mən Nurlanə Muradova, Texnologiya 9-cu sinif 11-ci mövzunun izahına baxaq. Plastik kütlə və onun insan həyatında rolu. Müasir insanın həyatında, məişətdə, nəqliyyatda, istənilən sahədə plastik kütlədən olan məmulatdan istifadə edilir. Bəs plastik kütlə nə zaman meydana gəldi, nə zaman yarandı? Plastik kütlədən olan məmulatlar 19-cu əsrin sonunda meydana çıxmış və tədricən insan həyatına bütünlüklə daxil olmuşdur. Biz ətrafa nəzər yetirsək görərik ki, bizi çoxlu sayda plastik kütlədən hazırlanmış məmulatlar əhatə edir. Plastik kütlə nədir? Plastik kütlə kimya sənayesində polimerdən alınan, təzyiq altında qızdırıldıqda verilmiş formanı alan və soyudulduqdan sonra onu qoruyub saxlayan təbii, süni və ya sintetik mənşəli materialdır. Plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır. Polimerlər nədir? Polimerlər yüksək molekulyar birləşmələrdən ibarətdir. Onların hansı növləri var? Hansı polimer strukturu var? Xətti, şaxəli və torvari struktura malik polimerlər mövcuddur. Birinci xəttidir, digəri şaxəli və torvari strukturdur. Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın iki mənbəyi var. Bunlardan birincisi təbii polimerlərdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələr, selluloza və ya zülal əsaslı birləşmələr. İkinci, kimyəvi sintez yolu ilə aşağı molekul kütləli birləşmələrdən yüksək molekul kütləli birləşmələrin alınması yolu ilə. Məsəl üçün kömür, təbii qaz, neft və sair bunların çevrilmələrindən alınanlar. Plastik kütlədən bir çox məişət əşyalarının, ütü altlıqları, paltar üçün qarmaqcıqlar, daraq, mətbəx avadanlığı, məktəb ləvazimat və sair istehsalında geniş istifadə edilir. Plastik kütlədən hazırlanmış məmulatlar təkcə məişətdən istifadə edilir? Xeyr, onlar maşın və dəzgahların bəzi hissələri, qablaşdırma materiallarında da istifadə edilir. Bu materialdan təkcə bir dəfəlik qab-qacaq deyil, mebel və belə demək olarsa gündəlik tələbat mallarının bir qismi hazırlanır. Plastik kütlə hansı üstün cəhətlərə malikdir? Hazırda plastik kütlədən olan məmulatları arzu olunan edən əsas cəhət onların ucuz olmasıdır və bununla yanaşı plastik kütlədən olan məmulatlar çox elastikdir, az sıxılığa malikdir və korroziyaya məruz qalmır. Həmçinin bu məmulatların elektrik və istilik keçiriciliyi də aşağıdır. Eyni zamanda səs udma və titrək udma xassələrinə malikdirlər. Eləcə də onların çəkisi azdır, nisbətən uzun ömürlüdürlər, rahat yuyulur, müxtəlif rənglərə boyana bilir. Plastik kütlədən olan məmulatların müasir çeşidi ekoloji cəhətdən yüksək göstəricilərə malikdir ki, bu da onlardan həyatın müxtəlif sahələrində geniş istifadə olunmasına imkan verir. Plastik kütlədən olan məmulatlara yeni, daha böyük tələblərin qoyulduğunu nəzərə alaraq mütəmadi şəkildə onların keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparılır. Hər bir insan gündəlik həyatında müxtəlif növ plastik kütlə növündən olan məmulatdan istifadə edir və biz onların bir qismi ilə tanış olaq. Öncə polietilin, birincisi polietilin. Polietilin haqqında hər gün nələrsə eşidirik. İnsanın əlinin altında bu materialdan hazırlanan əşyalar çoxdur. Plastik kütlənin bu növü hansı xüsusiyyətlərə malikdir? Yüksək möhkəmliyə, temperatur fərqinə davamlıdır. Xoşa gəlməz qoxusu yoxdur. Qidalanmada istifadə üçün təhlükəsiz hesab edilir. Polietilin məmulatlar müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda əsasən öz əvvəlki xassələrini dəyişmir. Polietilindən hazırlanır hansı məmulatlar? Oyuncaqlar, müxtəlif qablaşdırma materialları, nazik pərdə, müxtəlif həcmli çənlər, süd məhsulları və şirələr üçün şəffaf butulkalar, məişət kimyası və mühərrik yağları üçün müxtəlif qablar. İkinci növü polipropilin tez dağılır və polietilinə nisbətən şaxtaya davamlılığı azdır. Alimlər belə hesab edirlər ki, o insan həyatına və ətraf mühitə heç bir təhlükə yaratmır. Qida sənayesində istifadə üçün tam yararlıdır.
ətraf mühitə qarşı davamlı polimerdir. Hazırlanır polipropilindən qab-qacaq, boru və bu kimi məmulatların istehsalında polipropilindən istifadə olunur. Ondan butulka qapaqları, disklər, şpritslər, vidrələr, yoğurt stəkanları və digər məhsullar hazırlanır. Polipropilin təhlükəsiz xammal olduğu üçün uşaq oyuncaqları, qab-qacaq da hazırlanır həmçinin. Bəzən polipropilinə hətta avtomobilin banında və salonunda da rast gəlmək olar. Demək bu polipropilendir. Polipropilendən hazırlanmış mətbəx avadanlığıdır. Bir də polipropilin santexnika avadanlıqlarıdır. Üçüncüsü polistiroldur. Sintetik polimer olaraq bu material çox böyük temperatur fərqinə davam gətirir. Məhz bu üstünlüyünə görə o yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı və möhkəm xammal kimi geniş istifadə edilir. Polistirolun fiziki cəhətdən təhlükəsizliyi ondan insanın gündəlik həyatına daxil olan məişət, əmtəə malları, avadanlıqlar, məsəl üçün duş kabinlərinin ara kəsmələri, qida üçün konteyner və qablaşdırma məmulatlarının, mətbəx ləvazimatları və fincanların, mənzillərdə istiliyi təmin edən izolyə edici lövhələrin və s. hazırlanmasına şərait yaradılır. Bunlar da polistiroldur, polistirolun təbəqəsi və polistiroldan karnizdir. Dördüncü polikarbonat. Bu maddə yüksək temperatura davamlıdır. Onu əritmək asan deyil. 135 dərəcə Selsi temperaturda material öz ilkin xassəsini saxlayır və elə bu möhkəmliyinə görə də şəffaf polikarbonata güllə keçirməyən şüşə deyirlər. Şüşənin ekoloji xassələrinə malik olan bu material şüşədən daha möhkəmdir və ona görə də polikarbonatdan şüşənin dözməyəcəyi məmulatları, məsəl üçün, plastik kütləni əridib tökmək üçün formalı pres qəliblərin, kosmonavtikada, hərbi sənayedə, orqanik texnikanın, mebel hazırlanmasında və s. istifadə edilir və polikarbonatdan kreslo, bir də çamadanlar. Sonra növbəti plastik kütlə polivinil xlorid, PVX şəklində o ağ rəngdə olan plastik kütlədir. Plastikaları, linoleum, mebel haşiyələri, boru, nazik təbəqə, polivinil xlorid liflər, ayaqqabı kimi ləvazimatların istehsalında tətbiq olunur. Eləcə də PVX tətbiq dairəsində qramofon valları, pəncərə və qapı, geniş çeşidli naqil və kabellər üçün büzmələnmiş boru istehsalı daxildir. Plastik kütlədən olan məmulatların bütün müsbət cəhətlərinə baxmayaraq, onları istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Çünki plastik kütlənin bəzi növləri insan və ətraf mühit üçün ziyanlı ola bilər. Plastik kütlənin zərərli təsirindən qorunmaq üçün bu materialdan tamamilə imtina etmək lazım deyil. Sadəcə doğru seçim etmək, yəni təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatları istifadədən kənarlaşdırmaq lazımdır.